Videoya baxın. Bunun qulağını eşitdirəcək. Bu mənəm, görürsünüz də. Bunu neydirəm? Qarabağ qarsiyəm. Baxın, görürsünüz. Dərəcə eşitməməzliyi var. 4 dərəcə. Bu da oğlum Rəvandır. Oğlumu eşitdirə bilmirəm. Baxın. Bu da əməliyyatdan çıxandan sonra. İcbari tibbi sığorta tərəfindən, dövlət tərəfindən oğlum əməliyyat olundu. Bu da əməliyyatdan çıxandan sonra. Birinci kələm eşidirdi. Dövlət tərəfindən mənim övladım Rəvan, Kəlbiyev Rəvan. Dövlət tərəfindən cəmi 3 ay müalicə aldı reabilitasiyada. Nərmanov Koklər Tibb Mərkəzində. İndi oranı da göstərəm sizə. Gördüyünüz kimi, baxın, Koklər Tibb Mərkəzi. Görürsünüz bu yeri. Bura Nərmanovdur, Heydər Əliyev Mərkəzinə gedən yoldur. Və bugünkü gündə mən bu videonu niyə çəkirəm? Dövlət tərəfindən 3 ay müalicə alınandan sonra 3 ay deyəndə, yəni 12 gündür də, bir ayda 12 gün seansıdır, uşağın reabilitasiyasıdır. Logoped, psixoloq. Aparat verib dövlət tərəfindən, yəni verilib, sağ olsunlar. Baxın. Bu da aparatdır. Düzdürmü? Baxın. Bu eşitmə cihazdır. Taxırsan qulağa eşidir də, yəni uşaq eşidir. Təkcə bunun ayarlanmasına, səsinin azaldıb çoxaldılmasına 300 manat pul istəyir bu reabilitasiya mərkəzi. Və bu reabilitasiya mərkəzinin rəhbəri sürdüyü maşın ən azı 100 min, 150 minlik maşın sürür. Gör neçə valideynlərin haqqına girir. Azərbaycanda orta əmək haqqı 400 manatdır. 300 manata bir dənə bunun ayarını 5 dəqiqə vaxt aparmır. 2 dəqiqə vaxtın içində qoşurlar ora, ayarlayırlar su. Səninkisində, mənimki məndə 300 manat. Bunlar elə bilir ki, mən taksi şoförüyəm, günü 25 manata maşın sürürəm. Dədəmin maşınıdır, əmmimin, dayımın maşınıdır, xalam oğlumun maşınıdır. Gündəlik 25 manat verib maşın sürürəm. Uşaq bir ildir reabilitasiyadan qalır, logopeddən qalır, psixoloqdan qalır. Uşağın elə bir dənə dərmanının qiyməti 28-30 manatdır. Ayda 300 manat pensiya alır uşaq. 300 manat pensiyası buna çatmır. Nəyə göstərəcəm sizə? Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak eləmişəm, Qarabağ qazisiyəm. Bu mənim kartımdır, pensiya kartım, təqaüdçüyəm, prezident təqaüdçüyəm. Utanıram 80 manat deməyə. 80 manat pul alıram. Mənə köməklik kim eləsə, bu reabilitasiyanın bütün rasxodlarını qarşılamağa, yəni uşağın bir 5 illik müalicələrini qarşılamağa, 5 illik. Çünki bu uşaq bura gəlməlidir, davamlı olaraq gəlməlidir. Gəlib burada müalicə almalıdır. Bu xaraba qalmış da. Azərbaycanda insan haqqı deyilən bir şey yoxdur. Mən övladımdan sarı, Allah'a and olsun, geyinim bu formanı geyinim. Mənə dəmir vermişsin, mənə insan dəyəri lazımdır bu ölkədə. Mənə bunları vermişsin, mənə bunlar lazımdır. İnsan dəyəri lazımdır mənə bu ölkədə. Bu insandır, vətəndaşdır. Bunun bugünkü günləri bir dənə dəyəri, qiyməti, qədri yoxdur. Ay insandır da bu. Yarımcandır da, nə olar? Buna sən vətəndaş olaraq, dövlət olaraq, hökumət olaraq buna sahib çıxa bilmirsən, ancaq yolların tikintisinə, binaların tikintisinə, nə bilim, daşa qayıya pul ayıran dövlət insanın yaşayışına pul ayırmır. Başa düşürəm övladımın üçün o boyda əməliyyat olundu, yəni dövlət tərəfindən olundu da, amma dövlət bunu axıracan qarşılamır. Mən taksi şoförüyəm ya. Günə 25 manat maşının puludur. Bunun balansı var da, yəni proqrama pul vurmağı var, bunun yanacağı var, bunun evinin rasxodu var. Mən Azərbaycan ərazisi bütövlüyü uğrunda döyüşmüşəm, mənim şəxsi torpağım yoxdur. Mən bu günləri belə deyək də, mən təqaüdümü satıram. Allahımıza and olsun, prezident təqaüdçüyəm, təqaüdümü satıram. 10 illik verirəm bu kartı. Gətir mənə 3000 pul ver. Denən ki, ala bu 3000'i yatızdır burada Koklər Tibb Mərkəzində Nərmanovdadır. Baxın, yenə göstərirəm. Gətirim yatızdırım bura, yatızdırım bu xaraba qalmışa. Bu xaraba qalmışa yatızdırım, mən bilim ki, bu uşaq müalicə alacaq burada. Bu uşaq bir ildən çoxdur. Görürsünüz hərəkətlərin. Uşaq özündə deyil, normal halda deyil uşaq. Mən müharibədə olmasaydım, Allah'ımıza and olsun, bu uşaq da dünyaya gəlməzdi heç. Allah haqqı düz deyirəm.